Hey beyin, Nə olub? içimdə qəribə bir şey var. Balaca bir top kimidir. Bir dəqiqə gözlə, müdafiə sistemimizə zəng edim. Aha. Bəli. Oldu. Yaxşı, xəbərim var. Onu qorumalıyıq, çünki bu körpədir. Of, hormonlar çoxalır. Artıq bu yükü daşımağa tənbəllik edirəm uşaqlar. Nəzarəti itirirəm. Sanki bütün yeməklər geri qayıtmaq istəyir. Sakit olun. Gəlin hər şeyi qaytaraq, onda hər şey yenidən yaxşı olacaq. Hey, bizə kömək edə bilərsən? Biraz yer lazımdır. Nəfəs almaq çox çətindir. Mənlik deyil uşaqlar. Körpəyə Bu görədir. körpə çox şey tələb edir. Qan həcmini və qırmızı qan hüceyrələrinin sayını artırmalıyam. Hey beyin, bizə təcili dəmir lazımdır. Mümkün deyil, dəmir yoxdur. Körpəmiz hamısını yeyib bitirib. Bu qədər qanı pompalamaq çox çətindir. Hey, damarlarımı deşməməyə çalışarsan, çətinlik çəkirəm. Acımışam uşaqlar. Biraz ət mənə, biraz sümük də anama. Dadlıdır. Oy, sidiyimi qaçırdım. Bu qədər təzyiq varkən saxlamaq çox çətindir. Burada qalmaq qeyri-mümkündür. Həm acam, həm də çox doluyam. Sənə dedim ki, damarlarıma təzyiq etmə. Başım fırlanır, yoxsa mənə elə gəlir. Artıq dözə bilmirəm. Deyəsən öləcəm. Deyəsən aşağı düşür. Dostlarım, vaxtım çatdı. Diqqətiniz üçün çox sağ olun. İndi gedib anamı çöldən narahat edəcəm. Görüşənədək. Nəhayət, yenidən yerimizin olması necə də xoşdur. Və sidiyi saxlaya bilmək Və dəli kimi işləməmək. Normal olmağı sevirəm. Hey beyin, yadındadır? Bir dəfə içimdə qəribə bir şey var idi. Əlbəttə, niyə soruşursan? Çünki indi bir dənəsi də var.